İmam Rızanın dövründə bir nəfər gəldi İmam Rızanın huzuruna. Gəldi, yaxınlaşdı, dedi ki, ağacan, assalamu aleyk, dedi ki, aleykum salam və rəhmətullah. Dedi, ağa, əyləşə bilərəm, dedi, əyləş. Dedi, ağacan, mənim bir məsələm var, bir müşkülüm var. Dedi, nədir müşkülün? Dedi ki, mənim həm ailəm yoxsuldur, həm özüm yoxsulam, həm borclarım var. Əgər bunları hamısını həll eləməsəm, ailəm məni də tərk eləyəcək, mən pis günə qalacam. Deyir, həmin anda İmam Rıza əleyhissalam əlində üzüm var idi. Bir salxım üzüm var idi, üzüm yiyirdi İmam Rıza əleyhissalam. Dedi ki, əlini aç həmin şəxsə. Həmin şəxs əlini bu cür açdı. Götürdü İmam Rıza əleyhissalam öz yediyi üzünün salxımından bir dənəsini qoydu həmin şəxsin ovucunun içinə. Həmin şəxs baxdı İmam Rıza, dedi ki, mən sənə borcum var deyirəm. Müşkülüm var deyirəm, sən mənə öz yediyin üzümdən verirsən. Götürdü, atdı onu İmam Rızanın qarşısına. Allah uzaq eləsin. Götürdü İmam Rıza bu cür hörmətsizlik elədi. Çıxdı, getdi İmam Rızanın huzuruna. Abbasad özü nəql edir, həmən şəxs İmam Rızanın huzuruna gedəndən sonra bir nəfər də gəldi. Gəldi, oturdu İmam Rızanın qarşısında, həmən problemlərlə gəlmişdi İmam Rızanın qarşısına. O birinci şəxs kimi ki, bunun da borcu var idi, bunun da həyat yoldaşı bunu təcrüb edəcəkdi. İmam Rıza öz dərdini danışandan sonra İmam Rıza baxdı buna. Dedi ki, əlini açdı həmən şəxsi əlin. İmam Rıza yenə də bu ikinci şəxsə, ikinci gələnə götürdü öz yediyi üzümdən bir dənəsi qoydu onun ovucuna. Diqqət edirsiniz bu hissəsinə. Onun ovucuna həmən o üzümdən bir dənəsini qoyandan sonra həmən şəxs baxdı ovucunun içindəki üzümə, baxdı İmam Rızaya. Başladı hönkürtü ilə ağlamağa. İmam Rıza dedi ki, niyə ağlayırsan? Dedi ki, ağacan, mən kiməm, mən necə bir günahkaram ki, sənin yediyin təamdan mən də dadacam? Dedi, vallahi mən buna ləyaqətli deyiləm, mən buna layiq deyiləm ki, sənin yediyin üzümdən mən də yiyeyim. Deyir, İmam Rızaya bu sözü deyəndən sonra İmam Rıza yediyi salxımı bütöv verdi ona. Dedi, götür bunu. Deyir, bu İmam Rızadan bütöv salxımı alanda daha da şiddətlə ağlamağa başladı. Şiddətlə ağlayanda çağırdı Abbasəd, dedi, Abbasəd, dedi, bəli, dedi, həmən bu şəxsə, bu insana Mədinədəki mənim üzüm bağımı ver, bir də Məkkədə olan üzüm bağımı ver. Aparıb biri ilə satarsan, borcları bağlayarsan, biri ilə də əkin bitsin, aləvi dolandırarsan. Görürsünüz, bir göz yaşı tökdü, ağladı İmam Rıza, göz yaşı elədi, Əhl-i Beyti göz yaşı tökdü, İmam Rıza əleyhissalam ona hər şey verdi. Hər şeyi fəda elədi.